Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Qısaca olaraq bəzi mühüm mətləbləri xidmətinizə çatdırmaq istəyirdik. Son günlər baş verənlərlə və baş verməkdə olan hadisələrlə əlaqədar əvvələn bir neçə xatırlatmanı yenə də yadınıza salaq. Əzizlər, biz illərdir bunu təkid edirik ki, hadisələr intensivləşəcək, sürətlənəcək. Bu da təbiidir. İnşallah ki, axır zaman hadisələridir və qarşı tərəfin öz ideologiyasına uyğun olaraq maddi və fiziki prinsiplər əsasında iqtisadiyyat məhvərli bir ideologiyası var, can və mal qorxusuna əsasən. Qarşı tərəf həm dünyada, həm daxildə öz sosial bazasını və iqtisadi bazasını şiddətlə zəiflədiyini gördükcə son kartlarını açması fonunda demişdik ki, hədislərdə buyurulan Dəccal məsələsi, hətta digər dinlərdə də bu Dəccal məsələsinə müəyyən formada işarələr var. Demişdik, bu şiddətli şəkildə media propagandaları və sosial platformalar fəallaşacaq. Sözün həqiqi mənasında ağı qara, qaranı ağ təqdim edəcək. Bugün görürsünüz ki, bu hadisələr sürətlə bir-birini əvəzləyir və aşkar şəkildə artıq bir tərəfdən də dünyada azadlıq sevər insanların şərqdən qərbə, şimaldan cənuba oyanış dalğası fonunda və müqavimət cəbhəsinin qloballaşması fonunda əl-ayaq çalan imperializm cəbhəsi İngiltərə mərkəzliliyi ilə Amerika və Siyonist rejimin vasitəsilə medialarda sözün həqiqi mənasında aşkar şəkildə döyüşü ortaya qoyublar, üryan ediblər. Sözümüzün canı budur ki, təəssüf ki, bir qrup biz müsəlmanlardan aləmin həqiqi sahibi və hər şey onun cilvəsi olan Həzrət Haqq Taalanın, Allahın kəlamı olan Qur'ana o qədər də etiqadımız və imanımız yoxdur, zahirdə iddia etsək də. Amma müxtəlif xarici sosial şəbəkələrdən gələn xəbərlərə və yaxud da bizim gətirdiyimiz statlara, məsələn Reutersdən, BBC-dən, müxtəlif xəbər kanalları, xəbər kanalları, bunlardan gələn məlumatlara müsəlmanlar daha tez inanır, nəinki Qur'anın və danışan Qur'an olan Əhl-i Beyt əleyhissalamın vədələrinə. Hər şey səbəb-nəticə qanunu ilə idarə olunur, ilahi sünnətə əsasən. Bunların da səbəbləri var. İnsan, Allah Quranda buna toxunur. İnnəlləhə la yuğayyiru ma bi qavm, həttə yuğayyiru ma bi anfusihim. Allah bir toplumun başına gələcəkləri, taleyini dəyişməz. İstəyir müsbətə, istəyir mənfiyə, dəyişməz. Ta o vaxta kimi ki, bu toplum özü bir rəng göstərsin, özündən bir tərpəniş göstərsin. İstəyir müsbətə doğru, istəyir mənfiyə. Səbəbləri var. Biz niyə Qur'ana deyil, danışan Qur'anlara deyil ki, aləmin bütün zərrəciklərinin tək-tək həqiqətləri bunların nurundandır və bu elm xəzinəsində gizlidir. İstəyir dünyəvi dediyimiz elmlər, istəyir yüksək səviyyəli hikmət, fəlsəfi, irfani elmlər, hamısı bu ilahi elm xəzinəsindədir. Biz buna inanmırıq, çünki yenə də deyirəm, yüksək səviyyəli elmlərə inanmamağın səbəbi özümüzü aşağı səviyyəli fiziki aləmdə həsr etməyimizdir. Özümüzü blokadiya almışıq. Düşmənlərin də istədiyi budur, yəni zombilər cəmiyyəti. Amma bu günlərdə baş verən məsələlər dünyanı, məntəqəni, məxsusən regionumuzu həyəcanda saxlamaq üçün daha çox psixoloji oyunlara köklənmiş xəbərlər fonunda görürsünüz. Amerika donanmasını gətirir, Fars körfəzinə filan kəs
filan, məsələn, Avropa ilə filan koalisiyası var. Bəzi ölkələr ilə əlbəttə Avropa ilə də arası dəyir. Bəzi Amerika öz bazalarını boşaldır. Bunlar daha çox psixoloji oyuna köklənmiş məsələlərdir ki, çünki 12 günlük müharibə, keçən səfər də biz toxunduq, ağızları pis əzildi. 5-6 hədəf var idi əsli. Heç birinə çatmadılar. Məxsusən də rəhbərlik və sepah və sepahın içindən çıxdığı bəsiz və xalq bunu icazə vermədi. Və keçən səfər arz etdiyimiz kimi 13-cü gün olaraq bu döyüş, yəni bu terror məsələləri 12 günlüyün 13-cü gün idi. Burada da ağızları yandı. Buna görə psixoloji cəhətdən böyük oynamağa çalışırlar. Yəni Amerika, sual budur ki, Amerika hücum edə bilərmi? Amerika hücum edə bilərmi sualının cavabını dediyimiz bu məsələlərdə axtarmaq lazımdır. 12 günlükdə 7 gün dalbadal Amerika iltimas elədi, atəşkəs eləmək üçün yalvardı. 13-cü gündə dediyimiz bu terrorist məsələlərində Amerika və İsrail tərəfi ilk günlərdə yenə sevindilər ki, bizim adamlarımızdır, biz belə eləyəcəyik, həmlə eləyəcəyik. Sonra Trump və Netanyahu onları, biri quduz it, biri də qırmızı dəliyinə deməyək, bundan sonra onu qırmızı cöngə adlandırar. Bu qırmızı cöngə ilə quduz it sözlərini 180 dərəcə dəyişdilər. Netanyahu bütün Nazirlər Kabinetinə dedi ki, İranda olan hadisələrlə bağlı ağzınızı açıb dillənməyin, bəyanat verməyin. Trump da sözünü geri götürdü. Amma bu o deməkdir ki, biz tamam arxain olmalıdır haqq cəbhəsi. Xeyr. Yəni, İslam və küfr üz-üzədir. Xeyr, qarşı tərəf, biz deyirik, böyük ehtimalla bunlar hücum edə bilməz. Niyə görə? Bir səbəbi bayaq dedik, 12 günlük müharibə və bu terror hadisələrində ağızları yandı. Kartları açıla-açıla getdi, son kartları. Və bir səbəbi də normal ağıl sahibi hesablasa, görər ki, nə İsrail bu dəqiqə o vəziyyətdə deyil. Keçən səfər İsrailin Mossadın keçmiş muavininin çıxışından statlar gətirdik ki, İranın 12 günlük zərbələri İsraildə mühüm infrastrukturaları 20-30 il geriyə atıb. Silah doldurmaqla deyil. Yəni, sanki bunu oxşayır ki, cırıq zəmbilə meyvə yığırsan. Bunu ilə deyil və İsrail əhatə olunduğunu və müəmmalı hərəkətləri də bilir. Daxildə də vəziyyət getdikcə xarablaşır və o cümlədən Amerikanın bu bir hesablama tərəfi. Digər tərəfdən dünyanın 7 dənə strateji su yollarının təqribən 3-ə yaxını İran və müqavimətin əlindədir ki, biri də Fars körfəzinin tərəfdə Hormuz boğazıdır. Əgər hansısa bir hadisə baş versə, qəti şəkildə Amerikanın donanmaları heç bəlkə də qaçmağa fürsət tapmayacaqlar. 1. Fars körfəzindən, 2. Hormuz boğazı bağlansa, dünya enerji, neft və digər ticarətlərinin 30-33% çökəcək. Bu da ciddi bahalaşmadır və güclü inflyasiya yaşayan və 40 trilyon dollara yaxın borcu olan Amerikaya və bu günləri Avropanı da artıq öz qarşısında özünə rəqibət çevirən Amerikaya bu heç də sərf eləmir və maraqlı məqam budur ki, digər hesablama baxımından desək, digər prizmadan baxsaq bu hesablamaya, İran tərəfi rəhbər başda olmaqla bütün yüksək rütbəli məmurları, dövlət strukturaları və dövlət nazirləri, prezident bu 13-cü gün döyüşü dediyimiz bu terror hadisələrində əvvəl gündən, ilk gündən bir məsələni çox təkid edirlər. Mənim diqqətimi şəxsən çox çəkirdi. Deyirdilər ki, Amerika bir balaca hərəkət hiss eləsək Amerikanın bazalarını vuracaq və İsraili də vuracaq. İsraili həmişə yanında təkid edilir. Məsələn, dünyada belə zahiri baxışla baxsaq, deyə bilərik ki, Amerika birbaşa özü gəlib müdaxilə eləyib də. Çünki bunlar istəyirlər Amerika və İsraili ayrı göstərsinlər. Amma dünya artıq ayrılır, görür ki, xeyr, İsrail Amerikanın quduz itidir. Bəzi region ölkələrində və xalqlara, aldanmış kütlələrə bunu göstərmək istəyirlər.
Belə baxımdan deyə bilərik ki, niyə görə İran Amerika hücum eləsə İsraili vuracaq deyir. Amma biz görürük ki, bunun cavabı hardadır? İran çox, belə deyək də, zirəngliklə bu sözü işlədir. Çünki həm dünyaya göstərir ki, İsrail Amerikadan ayrı deyil. Həm də İsraili qorxuda, psixoloji qorxuda saxlayır və məcbur edir ki, İsrail də geriyə addım atsın. Bütün bunlarla yanaşı, İsraili əgər İran vursa, ən böyük bazası elə İsraildir və Amerikanın bütün bazaları havaya uçsa, bu deməkdir ki, əlləri bölgədən üzülə bilər. Buna görə də NATO'nun özündə də, zahirdə də olsa 2 trilyon əmələ gəlib bu məsələ ilə bağlı. Amma bu ehtimallara, bu prizma, müxtəlif 3 prizmadan baxdıq, dedik ki, normal hesablanma ilə hücum edə bilməzlər. Amma digər bir prizma da var, mümkündür ki, ağılsızlıq etsinlər. Çünki boğulan saman çöpündən də yapışır. Bu ağılsızlığı etsələr, dediyimiz bu 3 prizmadan ki, baxdıq, normal hesablanma ilə etməməlidirlər. Amma etsələr, bu 3 prizmadan ağır zərbə yeyəcəklər. Əlbəttə, bir dənə bağlı qutu var ki, onların son kartı olaraq orada da hərəkətlənmələr gedir. Bu bağlı qutunu mən deməyəcəm nədir, amma bizi bağlanmış kanalımızda izləyənlər yadlarında olar 2 il təqribən, 3 il bundan öncədən bir neçə dəfə 2-3 qara qutu, bağlı qutu təqdim eləmişdik ki, biri də odur və Sufyanı məsələsinə çox bağlıdır. Hər halda əzizlərə sonda tövsiyəmiz budur ki, Nəsr surəsi ki, Quranda var, kiçikdir. Fəth surəsi də çox sifariş olunur rəhbərimizdən. Haqq cəbhəsinin qələbəsi üçün olmasa Nəsr surəsi. 3 ayədir. Bunu oxuyun, həm İmam Zamanın naibi olan rəhbərimizin, həm azadlıq sevər xalqlarımızın şərdən qorunması üçün ilahi tərəfdən zalimlərin əlindən xilas olmağımız üçün, həm də özümüzdə hərəkətimizi etməliyik müəyyən platformalarda, harda əlimizdən nə gəlir, aktual, virtual fərq eləmir. Və Azərbaycan hökuməti də yaxasını kənara çəkməyə çalışır. Biz dəfələrlə demişik ki, bir əldə 2 yox, 5 qarpız tutmağa çalışırdı. Bu da mümkün olmayacaq bugün daşların yerinə oturduğu və rəhbərin buyurduğu kimi tarixin həssas döngəsi olan bir dönəmdə bunu bacarmayacaq və bu tufan yavaş-yavaş Əliyev hökumətinə də yaxınlaşır. Bunu bilməlidir. İstəyir şimaldan, mümkündür digər yerlərdən də yaxınlaşsın ki, özü görəcək. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.